Mən Kazımov Cəlal Aslanoğlu, Birinci Qarabağ müharibəsi veteranıyam. 2019-cu ildə may ayında Mingəçevir şəhəri Qres qəsəbəsində JEP-də bağban kimi fəaliyyət göstərmişəm. Və 2025-ci ildə məni ixtisara salıblar. Mənimlə işləyən uşaqlardan hamısını işlə təmin edirlər. Bir dənə məndən başqa. Mənim Qarabağ müharibəsi veteranı olduğumun heç bir əhəmiyyəti yoxdur. Mən bu işsizliyim barədə prezidentə müraciət eləmişəm. Heç bir əhəmiyyəti olmayıbdı. Bugünkü günə qədər evdə bekar qalmışam. Mən bu işimə görə icra hakimiyyətindən, bir də məşğulluq idarəsindən mənə cavablar gəlir. Deyirlər ki, getdiyinə məşğulluqda qeydiyyata düşdünəm. Biri də deyir ki, çağırmışıq dəfələrlə gəlməyibdi. Mən heç kim çağırmayıbdı, müraciət eləməyibdi mənə. Mən özüm getmişəm, qeydiyyata düşmüşəm orada. Hələ də bir xəbər yoxdur. Cənab Prezident, mən sizdən xahiş edirəm ki, mənim Qarabağ veteranı olduğum üçün məni işlə təmin eləyəsiniz. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən ailə üzvlərimlə birlikdə yataqxanada yaşayırım. Mənim maddi durumum çətindir. Onu deyirəm. Xahiş edirəm.